Hər vaxtınız xeyir olsun, mənim dəyərli izləyicilərim. Ən sevdiyim yeməklərdən birini təqdim edəcəm sizə. Qaymaqlı, toyuqlu, pulovdu, superdir də, yəni də çox ləzzətli olur. Əvvəlcə tavaya kərə yağı əlavə edib yağın əriməsini gözləyirəm. Daha sonra xırda-xırda doğradığım soğanı yağda qovururam. Soğan bir qədər rəngini dəyişdikdən sonra duz və sarımsaq əlavə edib qatışdırıram. Daha sonra 2 ədəd toyuğun döşətini doğrayıb soğana əlavə edib və soğanla bir yerdə qızardıram. Toyuğun döşəti rəngini dəyişdikdən sonra biraz qızardıqda artıq qaymağı əlavə edirəm, yenidən qatışdırıram. Daha sonra 1 stəkan su əlavə edirəm və qapağını bağlayıb qoyuram bişməyə. Kənarda da plovumu süzürəm. Bunun üçün də tavaya bir qədər kərə yağı əlavə edib düyünü yaxşı yuyuram və yağda qovururam düyünü. Düyü biraz qovurulduqda duz əlavə edirəm və daha sonra çaydandan qaynar su əlavə edib vam ateşdə düyünün dəmlənməsini gözləyirəm. Və 15 dəqiqəyə artıq yeməyim hazırdır. Gözləyirəm indi plov da tam süzülsün. Ondan sonra sizə göstərəcəm. Bu da mənim plovum. Bişdiyi zaman bir xörək qaşığı zirinc əlavə elədim. Bu plova sarımsaq vurulmur. Elə bu qaymaqlı toyuq ətindən əlavə olunub yeyilir. Çox ləzzətlidir, hazırlayın.